Hello, everyone. Yeah, now we are back with Double Take Show, right from Warsaw, EMI Radio. Her vaxtınız xeyir. Biz yeniden Double Take Show'sunda bir yerdeyiz. Bugün yine çok maraqlı bir mövzumuz var. But as usual, we'll talk in English first and then switch to Azərbaycani. Və həmişə kimi biz birinci ingiliscəsində danışacağıq, daha sonra isə Azərbaycan dilinə keçəcəyik. So, welcome to Double Take. I'm your host, Javid Aga, and today we are diving into a fundamental question of political philosophy. What gives a state the right to control territory? Yay! So, think about it. Why does Azerbaijan have the right to this land and not, say, Turkey or Iran? Why can the government prevent you from crossing certain borders? Why can they tax off beneath the ground? And why can't they stop a region from declaring independence? This is a problem that we are now facing in the world, not only in Azerbaijan, but also certainly in Ukraine. So most of us take these things for granted. So of course, states control territory, that's what states do. And when you start asking why, things get complicated very quickly. Today we are exploring this question through an article by my friend İlkin Hüseyinli, who has written a detailed summary of a groundbreaking 2009 paper by political philosopher Anna Stills. Her article, What is the Foundation of State Territorial Rights, has become one of the most widely taught papers in Western political philosophy courses. So, İlkin's summary, written in Azerbaijani, breaks down Stills' complex arguments in a way that's accessible and relevant, especially for those of us thinking about territorial disputes, borders, independence movement, and state sovereignty. So, let's ask a question. What gives any government the right to claim this land is ours? So, before we can answer that, before we can answer what justifies the territorial rights, we need to understand what territorial rights actually are. What exactly are states claiming when they assert control over territory? Anna Stills identifies 5 core claims that states make. First is jurisdictional authority over people. The state claims the right to make laws and enforce them on everyone within its territory, citizens and foreigners alike. If you are standing on Azerbaijani soil, you are subject to Azerbaijani law, whether you are a citizen or a tourist from Japan. Second is control over resources. The state claims authority over natural resources that aren't privately owned. Forests, water bodies, mountains, roads, and etc. energy resources. The government gets to decide how these resources are managed, used, and distributed. Third is the regulation of private property. Even your private property isn't completely yours. Like the state can regulate how you use it and how tax it. They can tell you that you can't build a factory in a residential zone or that you owe property taxes. Fourth is border control. The state claims the right to decide who can enter and who can leave. They control immigration and immigration. This is why you need a passport, why you need a visa, why your border guards can turn you away. And fifth is territorial integrity. The state claims the right to prevent its territory from being broken up. So, if a region wants to secede and form its own country, the state says, no, you can't do that. Now, here's the key question. Still wants this to answer. On what basis can state make these claims? What makes them legitimate? Stills is careful to clarify her goal. She's not trying to automatically justify everything every existing state does. She's not saying whenever a territory state controls, that's rightfully theirs. But also she's not an anarchist. Like she's not arguing that states can never have legitimate territorial rights. Instead, she's looking for a normative criteria, like philosophical standards, that we can use to evaluate and critique state territorial claims. She wants to figure out when and under what conditions these claims are justified. So, where do territorial rights come from?
One of the most influential answers come from John Locke, the 17th century English philosopher. Let's not say British. Locke's model is elegantly simple, and it goes like this. Individual people have natural property rights. When you mix your labor with the land, when you farm it, build on it, improve it, you gain ownership of that land. So this happens in what Locke calls the state of nature, before the governments exist. Then these individual property owners come together and agree to form a state. They voluntarily transfer certain powers over the land to this collective political authority. The state's territorial rights then are simply the sum of all these individual property rights that have been pulled together. So think of it like a association, but for an entire country. Each person owns their unit as they agree to create a governing body to manage common areas and enforce shared rules. Stills identifies four key features of the Lockean model. One is the state's territorial rights are derived from individual property rights. The state only has the authority because individuals gave to them. And the two is these individual property rights are natural and pre-political. You don't need a government to have a property. You get it through your labor in the state of nature. Third is that the state authority only extends to these territories because inhabitants have consented. So if someone doesn't agree, their land isn't part of the state. Four, this consent must be explicit, not just assumed. People must actively agree to be governed. So this is an attractive model. It respects individual freedom and grounds the state authority in consent. But there are still three serious problems with it. So let me give you Ekin's example, which makes this beautifully clear. But I'm not calling it. He says that imagine an island called Metan Island. No, we are going to call it Nargin Island. 20 people live there, following Locke's theory. Each person mixes their labor with the land and gains the ownership of a piece of the island. Because people have different abilities and work different amounts, the island gets divided into 20 unequal parcels. In the state of nature, before any government exists, each of these 20 property owners is essentially their own mini-state. So they each decide what their property rights mean, how to interpret boundaries, how to enforce their claims. This creates chaos, constant disputes with no natural arbiter, basically. So they decide to form a state of Nargin. They agreed to transfer some of their powers to this collective authority. But here's the problem. What if not everyone agrees? So there are other scenarios, but scenario one, property owners of 1, 5, 9, 13, and 18 refuse to join the state of Nargin. They either form their own separate states or continue living as individuals. And the result is state of Nargin looks like the Swiss cheese, full of holes, and there are parcels of land within its territory that aren't under its jurisdiction. Scenario 2 is that only property owners 1, 4, 6, 8, 9, 10, and 13, and 18 join the state of Nargin. And the result is that state territory consists of disconnected parcels scattered across islands, separated by land that's not under their control. So Stills argues that in both scenarios, the state can barely function. How do you maintain security when your territory has holes in it? How do you build infrastructure when you can't access parts of your own country? How do you enforce laws consistently, basically? So this is what Stills calls the fragmentation problem. And if territorial rights depend entirely on individual consent, you get a patchwork of jurisdictions that makes effective governments nearly impossible. So the second problem is about consent across the time. So Locke's fundamental principle is that people are only subject to political authority if they consent to it. No one is automatically a citizen just because they were born somewhere. But Locke also believes that I'm not
going to call it Locke. I need to call it Locke. Locke also believes that once a state is formed, its territorial authority is permanent. The state continues to exist across generations. So here's the problem. Future generations never gave their consent, right? They're born into a state that previous generations created. They are automatically subject to authority. I don't remember ever signed up this citizenship, Azerbaijani citizenship form. So this contradicts Locke's own principles of freedom and equality. If every person is born free and equal, how can they be subjected to political authority without their consent? Now, Locke has an answer to this. He says that the people who are born later give tacit consent by continuing to live in territory, by working there, by owning property there. By participating in the system, they are implicitly agreeing to it. But still say that this doesn't work. Why? Because most people can't actually leave. Many people can't get visas to other countries. Even those who technically could emigrate face enormous barriers, like leaving family, friends, starting over from zero in a foreign place where you don't speak the language. Oh, Poland. And more fundamentally, everywhere on earth is under some state's jurisdiction. There is no opt-out of option. So there is no unclaimed territory you can go and say, I don't consent to any state. So calling this consent is a stretch. It's not real consent if you have no meaningful alternative. This is especially relevant in authoritarian contexts, Azerbaijan. Can we really say that people living under repressive governments consented to that government simply by not immigrating? Of course not. The third problem is about the right to exit. If individual property rights are natural and personal, then people should be able to withdraw their land from the state jurisdiction whenever they want. They should have right to secede. So, but Locke denies the right of secession. Once you have joined the state, you can't take your property back out. Stills argues that this is a fundamental contradiction. You can't base state authority on individual property rights and consent and then deny people the right to withdraw the consent. Now, there is a debate about whether Stills is interpreting Locke's correctly here. Another philosopher, Hillel Steiner, argues that Locke does recognize the right of secession. On Steiner's reading, individuals or communities can withdraw from the state or form their own government whenever they want. But if that's true, we are back to the Swiss cheese problem. If anyone can secede at any time, then state's territory can be constantly fragmenting, full of holes, disconnected parcels. Steiner thinks this isn't a problem. It's actually a feature of the model and showing its commitment to individual freedom. Still thinks this is a problem because fragmented jurisdiction makes state unable to function effectively. So the Lockean model faces a dilemma. Either you allow secession and get fragmentation, or you deny secession and contradict your own principles of consent and property rights. So if Lockean model doesn't work, what's the alternative? Still's key insight is that we need to distinguish between different types of rights over territory. She identifies three levels. First, oral rights, which is property rights. This is about who can use a resource and benefit from it. It's about ownership, the ability to sell, transfer, inherit, or even destroy something you own. When we ask who owns this land, we are asking about first-order rights. Second-order rights is the other part. It is jurisdictional authority. It is about who gets to make the rules governing property, who decides what you can and can't do with your lands, who enforces these rules, who interprets disputes and punishes violations. This is what we mean by legislative, judicial, or executive powers. The third order rights are meta-jurisdictional authority.
which means that this is an authority over the jurisdictions themselves. So it's the power to create, modify, or dissolve jurisdictional units. It's the power to decide which state has authority over which territory. Maybe parliament. So, but here's why this distinction matters. In Locke's model, all three levels belong to individuals in the state of nature. You own your property, you enforce your own rules about it, you can transfer these powers to create a state. So this is like first, second, and three order, all of these together. But once the state is formed, Still argues that Locke thinks individuals lose their second order and third order rights. They give property rights, but they lose jurisdictional and meta-jurisdictional authority. So, and future generations never had these second and third order rights to begin with. So they're just born into a system where the state already has those powers. But the framework helps us to see the problem more clearly. The question isn't just who owns the land, it's who has the authority to govern it and why. So, based on this three-tier framework, Stills proposes 5 principles that any successful theory of territorial rights must satisfy. So, first one is the theory must distinguish between property rights and jurisdictional authority. It shouldn't claim that states own territory like private property. Instead, it should explain how states can legitimately exercise authority over territory. Second is the theory must explain the relationship between the state's jurisdictional authority and people's property rights. Why and how does the state have the power to regulate and enforce rules about property? The third one is that the theory must explain what it means for state theory to be the collective property of people, as international law now recognizes. The state can't just sell itself to another state without people's consent. So what does that tell us about the nature of territorial rights? The theory must show why a state has authority over this particular territory, not just any territory. This is the first one. Remember, the example I gave at the beginning, well, for example, the US can't just claim Guatemala's territory, even if the US is more democratic. So there must be some special connection between a state and a specific territory. The theory must explain why states and not individuals hold jurisdictional and meta-jurisdictional authority, under what conditions this authority can be changed or divided. So Stills believes that by following these 5 principles, we can develop a more coherent and normatively sound account of state territorial rights. And to do this, she turns to Immanuel Kant's philosophy, which Ilkin will cover in part 2 of his article series. But let's cut to the chase. So why should we care about this philosophical debate? Why does it matter whether territorial rights come from Lockean property or Kantian principles or something else? I think there are several reasons, especially relevant for our context. First is the independence movements and secession. If you believe in Lockean model with strong right to secession, then any region or any individual should be able to break away from their own state. So like Karabakh, Catalonia, Scotland, Abkhazia, on this view, if they want independence, they should get it. But if you follow Still's critique, pure consent isn't enough. You need to think about whether fragmented jurisdiction can actually function, whether the resulting states would be viable. Second is the border control and immigration. So, if states have strong territorial rights, they might claim broad authority to control who enters. But if those territorial rights are less absolute, if they are conditional on serving the people's interests, then maybe states have less power to arbitrarily exclude refugees or migrants. The third one is the natural resources. This is like huge for oil-producing countries like Azerbaijan. Does the state own the oil beneath the ground?
Or is it held in trust for the people? If it's truly the people's property, then perhaps resource revenues should benefit everyone more equally, not just the political elite. Fourth is territorial disputes. When two states claim the same territory, how do we decide who is right? Historical control, current occupation, wishes of the inhabitants? Steele's framework gives us tools to think through these questions more rigorously. Here's what strikes me most about why he's written on this, because we had Azerbaijan had the Karabakh problem for a long while, occupied territories, still disputed borders. And these aren't just abstract questions. They're like about real land, real people, real conflicts. And by bringing still sophisticated philosophical analysis, to call it, and then to an Azerbaijani audience, actually he's doing something very important. He's showing that we can think about these heated emotional issues with philosophical rigor, actually. We can ask hard questions about what legitimates territorial claims, and even when these questions make us uncomfortable. So the Lockean model is attractive because it seems to respect individual freedom and consent, but as still shows, it has the problems. It leads to fragmentation, it doesn't handle generational change well, and creates contradictions around secession. So we need a better framework. We need to distinguish property rights from jurisdictional authority, and we need to explain the special connection between a state and its most particular territory. We need to account for how territorial rights serve the people, not just the government. So, we have covered a lot of ground today. So let me recap the key points. States claim 5 types of territorial rights: jurisdictional authority over people, control over resources, regulation of private property, border control, and territorial integrity. The Lockean model tries to ground these rights in individual property rights and consent. But it faced 3 problems. The Swiss cheese problem, fragmented jurisdiction, the problem of consent across generations, and the contradiction around secession rights. So Steele proposed the distinguishing 3 levels of rights: property, jurisdiction, and meta-jurisdiction, and offers 5 principles for a better theory. The question of what legitimates the state territorial rights, it isn't just academic. It affects how we think about independence movements, immigration, and natural resources and territorial disputes. So Iken's article is just a nice first part of a new, I would say, a better take a look at problems. So in the next installment, he'll explore how Kant's philosophy might provide a better foundation for understanding territorial rights, one that avoids the problems of Lockean model while still providing normative guidance. So the fundamental question remains: what gives away any state the right to say this land is ours and we govern it? It's not enough to say we have always controlled it, just describing the status quo, not justifying it. It's not enough to say the people who live here consent because many don't and future generations never got to choose. And it's not enough to say we own it like property because states don't own territory the way you own your house. We need a more sophisticated Iken, and that's what Iken, following Steele's lead, is helping us move forward. So that's it today for today's double take, and the article is available online on Baku Research Institute. I highly recommend reading the full version. I'm Javed Ağa. Thanks for listening, and remember, always keep on looking for the alternatives. Now we'll switch to the Azerbaijani. Hər vaxtınız xeyir. Double Take proqramına xoş gəlmisiniz. Mən Cavid Ağa və bugün siyasi fəlsəfənin fundamental bir sualını nəzərə salacağıq. Dövlətə, əraziyə, bir torpağa nəzarət eləmək hüququnu verən nədir? Məsələn, niyə Azərbaycan bir torpağa hüquq iddia eləyir? Məsələn, Türkiyə ya da İran yox. Niyə hökumət sizi müəyyən sərhədləri keçməkdən dayandıra bilər?
Niyə yerin altındakı neftdən vergi tələb edə bilir? Niyə bir bölgənin müstəqillik elan eləməyinin qarşısını ala bilir? Əksəriyyətimiz bunları, yəni ruslar dilləri samosa boy razumeyişimsə, yəni ki, nə deyirlər, özündən məlum, sugeneris. Əlbəttə, yəni dövlətlər əraziyə nəzarət edir, dövlətlər belə olmalıdır, amma niyə deyə soruşmağa başlayanda işlər çətinləşir. Yəni bu sualı dostum İlkin Hüseynin məqaləsi vasitəsilə araşdıracağıq. O Anna Stils'in 2009-cu ildə dərc elədiyi çox maraqlı bir məqaləsinin ətraflı xülasəsini yazıb. Bakı Araşdırmalar İnstitutunda yayımlanıb bu. Stils'in Dövlətin ərazi hüquqları nəyə əsaslanır adında məqaləsi siyasi fəlsəfə dərslərində ən çox tədris olunan məqalələrdən birinə çevrilib. İlkinin Azərbaycan dilində yazdığı bu xülasə Stils'in mürəkkəb arqumentlərini əlçatan və aktual şəkildə izah eləyir. Yəni xüsusilə ərazi mübahisələri, sərhədlər, müstəqillik hərəkətləri və dövlət suverenləri haqqında maraqlananlar üçün məncə oxumaq vacibdir. İndi bəs gəlin bu sualı verək ki, hər hansı hökumətə bu torpaq bizimdir demək hüququ verən nədir? Ərazi hüquqlarını, yəni nəyin əsaslandırdığını cavablandırmamışdan əvvəl birinci ərazi hüquqlarının əslində nə olduğunu başa düşməliyik. Dövlətlər əraziyə nəzarət iddia etdikdə dəqiq olaraq əslində nə iddia eləyirlər? Anna Stils dövlətlərin etdiyi 5 əsas iddianı müəyyən eləyir. Bunlardan birincisi insanlar üzərində yurisdiksiya səlahiyyətidir. Yəni dövlət öz ərazisindəki hər kəsi, həm vətəndaşları, həm xariciləri üzərində, yəni qanunlar qəbul etmək və onları tətbiq eləmək hüququnu iddia edir. Azərbaycan torpağındasınızsa, Azərbaycan qanunlarına tabesiniz. Yəni istəyirsən vətəndaş ol, istəyirsən Yaponiyadan gələn turist. İkincisi, resurslar üzərində nəzarətdir. Dövlət özəl mülkiyyətə aid olmayan təbii resursları, meşələri, su hövzələri, dağları, yolları, enerji resursları üzərində səlahiyyət iddia eləyir. Hökumət bu resursların necə istifadə olunacağına, idarə ediləcəyinə və bölüşdürüləcəyinə qərar verir. Üçüncüsü, özəl mülkiyyətin tənzimlənməsidir. Hətta özəl mülkiyyətiniz olması, hətta özəl mülkiyyətiniz belə tamamilə sizin deyil. Dövlət ondan necə istifadə edəcəyinizi tənzimləyə bilər, vergi tələb eləyə bilər. Yəni sizə deyə bilər ki, yaşayış zonasında zavod tikə bilməzsən. Yəni ya da nə bilim, əmlak vergisi borcun var. Bu qədər. Yəni dördüncüsü də ki, sərhəd səlahiyyət nəzarətidir. Dövlət kimin daxil ola biləcəyinə, kimin çıxa biləcəyinə qərar vermək hüququnu iddia eləyir. Onlar immiqrasiya və immiqrasiya nəzarət eləyirlər. Odur ki, pasporta, vizaya ehtiyacınız var. Odur ki, sərhəd mühafizəçiləri sizi geri qaytara bilərlər. Qova buraxmaya bilərlər ölkəyə. Beşincisi ərazi bütövlüyüdür. Dövlət öz ərazisinin parçalanmasının qarşısını alma hüququnu iddia eləyir. Yəni bir rayon ayrılaraq öz ölkəsini yaratmaq istəsə, dövlət deyir ki, yox, olmaz. İndi Stils'in cavablandırmaq istədiyi əsas sual budur ki, dövlətlər bu iddiaları hansı əsasda irəli sürə bilər? Ya onları legitim eləyən nədir? Və Stils öz məqsədini aydınlaşdırır. Yəni o mövcud bütün dövlətlərin etdiyi hər şeyi avtomatik olaraq əsaslandırmağa çalışmır. Dövlətin hazırda nəzarət etdiyi hər hansı ərazi onun haqlı mülküdür demir. Amma o həm də anarxist də deyil. Yəni dövlətlərin heç vaxt legitim ərazi hüquqlarına malik ola bilməyəcəyini iddia eləmir onsuz da. Əksinə normativ meyarlardan, yəni fəlsəfi standartlar axtarır ki, onlar necə deyim, biraz onlardan dövlətdən razı iddialarını qiymətləndirmək, yəni tənqid eləmək üçün istifadə edə bilərik də, belə bir standartlar axtarır. Yəni o nə vaxt və hansı şərtlərlə bu iddiaların əsaslı olduğunu anlamaq istəyir. İndi bəs bu ərazi hüquqları hardan gəlir? Ən təsirli cavablardan biri 17-ci əsr İngilis filosofu John Locke'dan gəlir. Locke'un modeli zərif şəkildə belə, necə deyim, sadədir. Belə işdir də. Fərdlər təbii mülkiyyət hüquqlarına maliklər.
əməyinizi torpaqla qarışdıranda, yəni onu əkib biçəndə ya da üstündən nəsə tikəndə, inkişaf elətdirəndə o torpağın sahibi olursunuz. Bu Locke'un təbii vəziyyət adlandırdığı, yəni hökumətin mövcud olmadan əvvəl baş vermiş bir şeydir, hökumət olmayanda. Amma bu fərdi mülk sahibləri bir araya gəlib dövlət yaratmağa razılaşırlar. Yəni öz torpaqları üzərindəki müəyyən səlahiyyətləri könüllü şəkildə bu kollektiv siyasi hakimiyyətə verirlər. Yəni beləliklə dövlətin ərazi hüquqları sadəcə birləşdirilmiş bütün bu fərdi mülkiyyət hüquqlarından cəmidir. Yəni bunu bütün bir ölkə üçün, yəni MTK ya da nə bilim mənzil assosiasiyası kimi düşündə, yəni hamı öz mənzilinin sahibidir və ümumi sahələri idarə etməyə, ortaq qaydaları tətbiq etmək üçün idarəedici olaraq orqan yaratmağa razılaşırlar. Bu Locke modelinin 4 əsas xüsusiyyətini müəyyən eləyiblər. Daha doğrusu Stills eləyir. Dövlətin ərazi hüquqları fərdi mülkiyyət hüquqlarından törüyür. Yəni ki, dövlət yalnız fərdlər ona verdiklərinə görə səlahiyyətə malikdir. Bu fərdi mülkiyyət hüquqları təbii və dövlətdən öncə mövcud olur. Yəni mülkiyyətə sahib olmaq üçün hökumətə ehtiyacınız yoxdur. Təbii vəziyyətdə əməyinizlə onu əldə edirsiniz. Üçüncüsü budur ki, dövlətin səlahiyyəti yalnız sakinləri razılıq vermiş ərazilərə şamil olunur. Yəni kimsə razılaşmırsa onun torpağı dövlətin bir hissəsi deyil. Dördüncü də odur ki, bu razılıq açıq olmalıdır, sadəcə güman edilməməlidir. Yəni insanlar idarə olunmağa aktiv şəkildə razı olmalıdırlar. Okey, cəlbedici modeldir, fərdi azadlığı hörmət eləyir, dövlət hakimiyyətinin razılığı əsaslanır. Amma 3 dənə problem var, deyir Stills. İlk misalını verim. O deyir ki, Məttan adası adında bir dənə adı təsəvvür edin. Mən təsəvvür eləmək istəmirəm. Mən istəmirəm adı Məttan olsun, Nargin adası deyəcəm. İndi İlkin deyir ki, orada 20 nəfər yaşayır. Locke'un nəzəriyyəsinə əsasən hər kəs əməyini torpaqla qarışdırır və adanın müəyyən bir hissəsinin sahib olur. İnsanların bacarıqları fərqli məbləğdə, yəni necə deyim, insanların bacarıqları və xərclədikləri əmək fərqli olduğu üçün torpaq ümumiyyətlə ada 20 qeyri-bərabər sahəyə bölünür. Təbii vəziyyətdə hər hansı hökumət mövcud olmadan əvvəl bu 20 mülk sahibinin hər biri əsasən öz kiçik dövlətidir. Onların hər biri mülkiyyət hüquqlarının nə demək olduğunu, yəni sərhədləri necə şərh eləməyə, iddialarını necə tətbiq eləməyə qərar verir. Xaos yaradır amma heç bir neytral hakim yoxdur və daimi mübahisələr gedir də burada. Ona görə də Nargin dövlətini yaratmağa qərar verirlər. Səlahiyyətlərin bir hissəsini bu kollektiv hakimiyyətə verməyə razılaşırlar. Amma problem də budur ki, hamı razılaşmasa necə olacaq? 2 dənə ssenari var burada. Birinci ssenaridə odur ki, 1, 5, 9, 13, 18 nömrəli mülklərin sahibləri Nargin dövlətinə qoşulmaqdan imtina edirlər. Onlar ya ayrıca öz dövlətdən yaradırlar, ya da fərdlər kimi yaşamağa davam edirlər. Nəticədə nə olur? Nargin dövləti pendirə bənzəyir belə. Deşiklərlə doludur. Yurisdiksiyasında altında olmayan ərazisi daxilində torpaq sahibləri var. İkinci senaryo budur ki, təkcə 1, 4, 6, 8, 10, 13 və 18 nömrəli mülklərin sahibləri Nargin dövlətinə qoşulurlar. Nəticədə olur ki, dövlətin ərazisi ada boyunca səpələnmiş, nəzarətində olmayan, torpaqla ayrılmış, əlaqəsiz sahələrdən ibarət olur. İndi Stills iddia edir ki, hər iki senaridə də dövlət çətinliklə fəaliyyət göstərə bilir. Yəni ərazinizdə bu qədər deşik olanda onun təhlükəsizliyini necə qoruyursunuz? Yəni öz ərazinizin, öz ölkənizin hissələrinə çıxış əldə edə bilməyəndə infrastruktur necə qurulmalıdır? Necə yol çəkirsiniz, necə nə bilim qaz verirsiniz səninlə əlaqəli olmayan adama? Qanunları acı şəkildə necə tətbiq edirsiniz? Yəni Stills buna parçalanma problemi deyir və ərazi hüquqları tamamilə fərdi razılığa əsaslanarsa, effektiv idarə etməyə demək olar ki, mümkünsüz edən yurisdiksiyaların mozaikası əldə edir. İndi ikinci problem zamanla razılıq haqqındadır. Bu Locke'un fundamental prinsipi ondan ibarətdir ki, insanlar yalnız razılıq verdikdə siyasi hakimiyyətə tabidirlər. Heç siyasi avtomatik olaraq ardası olduğuna görə vətəndaş deyil. Amma Locke həm də hesab eləyir ki, dövlət yarandıqdan sonra onun ərazi hakimiyyəti daimidir. Yəni dövlət nəsillər boyu mövcud olmağa davam edir. İndi bəs problem budur. Gələcək nəsillər heç vaxt razılıq verməyiblər.
Onlar əvvəlki nəsillərin yaratdığı dövlətə doğrulurlar və avtomatik olaraq onun hakimiyyətinə tabedirlər. İndi bu Locke öz azadlıq və bərabərlik prinsipləri ilə, bu Locke'un öz prinsipləri ilə ziddiyyət təşkil edir axı. Yəni hər insan azad bərabər doğulursa, onun razılığı olmadan necə siyasi hakimiyyətə tabe eləyə bilərlər? İndi Locke'un buna bir cavabı var. Necə deyim? Deyir ki, yəni sonradan doğulan insanlar ərazidə yaşamağa davam eləməklə, orada işləməklə, mülk sahibi olmaqla razılıq verirlər. Əslində, yəni zimni deyirlər. Yəni sistemdə iştirak eləməklə onlar buna razılaşırlar. Amma stil deyir ki, bu işləmir. Necə? Niyə? Çünki əksər insanlar əslində tərk eləyə bilmirlər Türkiyəni. Bir çox insan başqa ölkələrə viza ala bilmir. Məsələn, Schengen vizası lazımdır Polşaya gəlmək üçün. Texniki olaraq, yəni mühacirət eləyə bilənlər də belə böyük maneələrlə üzləşirlər. Ailəsi qalır, dostları tərk eləyirlər dostlarını, dilini bilmədiyiniz yad bir yerdə sıfırdan başlayırsınız. Polşa kimi. Və daha fundamental bir problem var. Yer kürəsində hər yer hansısa dövlətin yurisdiksiyası altındadır. Yəni imtina seçimi yoxdur. Gedib heç bir dövlətə razılıq verməyəm deyə biləcəyiniz tələb olunmayan ərazi yoxdur. Yəni ona görə buna razılıq demək çox belə düzgün deyil. Heç bir mənalı alternativimiz yoxdursa, bu real razılıq deyil. Bu xüsusilə avtoritar kontekstlərdə aktualdır. Yəni repressiv hökumətlər altında yaşayan insanların həmin hökumətə mühacirət etmədiklərinə görə, daha sonra hökumətdən müraciət etmədiklərinə görə razılıq verdiklərini həqiqətən deyə bilərik. Kimsə deyə bilər ki, niyə hər də orada yaşayırsınız onda? Və əlbəttə yox. Üçüncü problem çıxış hüququ haqqındadır. Fərdi mülkiyyət hüquqları təbii və şəxsi olarsa, insanlar istədikləri zaman torpaqlarını dövlətin yurisdiksiyasından çıxara bilməlidirlər. Onlar ayrılma hüququna sahib olmalıdırlar. Amma Locke ayrılma hüququnu rədd edir. Dövlətə qoşulduqdan sonra mülkiyyətinizi geri götürə bilməzsiniz. Stiz iddia edir ki, bu fundamental ziddiyyətdir. Yəni, dövlət hakimiyyətini fərdi mülkiyyət hüquqları və razılığa əsaslandıra bilməzsiniz. Sonra insanların o razılığını geri götürmə hüququnu rədd edə bilməzsiniz. İndi Stizin Locke-u düzgün təfsir edə bilməməyi barəsində mübahisə var. Başqa bir filosof Hillel Steiner iddia edir ki, Locke ayrılma hüququnu tanıyır. Steinerin təfsirinə görə fərdlər və ya icmalar istədikləri zaman dövlətdən çıxıb öz hökumətlərini yarada bilərlər. Amma bu doğrudursa yenə eyni pendir problemində qayıdırıq. İstənilən vaxt hamı ayrıla bilirsə, dövlətin ərazisi daim parçalana bilər, deşiklərlə də ola bilər, əlaqəsiz sahələrlə də ola bilər. Steiner düşünür ki, bu əslində problem deyil, bu onun xüsusiyyətidir. Yəni, bu fərdi azadlığa sahiblikliyi göstərir. Still isə düşünür ki, problemdir. Çünki parçalı yurisdiksiya dövləti effektiv fəaliyyət göstərməkdən aciz edir. Necə ki, Azərbaycanın Naxçıvana birbaşa müdaxiləyə bilmirdi. Yəni, beləliklə Locke modeli dilemma ilə üzləşir. Yəni, ya ayrılmaya icazə verib parçalanma əldə edirsiniz, ya da ki, ayrılmağı rədd edib öz razılıq və mülkiyyət hüquqları prinsiplərinizi zidd olursunuz. Bəs Locke modeli işləmirsə alternativ nədir? Stizin əsas fikri budur ki, əraziyə dövlət hüquqlarının, dairə hüquqlarının müxtəlif növlərini fərqləndirməliyik. Birinci dərəcəli hüquqlar, mülkiyyət hüquqları. Bu resursdan kim istifadə edə və ondan faydalana bilər bu vaxtındadır. Bu, həm də mülkiyyət, satmaq, köçürmək, miras qoymaq və ya sahib olduğumuz bir şeyi məhv eləmək qabiliyyəti haqqındadır. Yəni, bu torpaq kimindir deyə soruşanda birinci dərəcəli hüquqlar haqqında soruşuruq. İkinci dərəcəli hüquqlar yurisdiksiya səlahiyyətidir. Yəni, mülkiyyəti tənzimləyən qaydaların kimin qoya biləcəyi haqqındadır. Torpağınıza nə edib eləyə bilməyəcəyinizə kim qərar verir? Qaydaları kim tətbiq edir? Mübahisələri kim şərh edir? Pozuntuları kim cəzalandırır? Qanunverici məhkəmə və icra edici səlahiyyətlər bununla nəzərdə tutulur. Üçüncü dərəcəli hüquqlar meta-yurisdiksiya səlahiyyətidir. Bu meta yurisdiksiya.
Bu, yəni yurisdiksiyaların özü üzərində hakimiyyətdir. Yurisdiksiya vahidlərini yaratmaq, dəyişdirmək, ləğv eləmək səlahiyyətidir. Yəni hansı dövlətin hansı ərazi üzərində səlahiyyət sahibi olacağına qərar vermək gücüdür. Ya bu fərqləndirmə niyə vacibdir? Locke modelində 3 səviyyə də təbii vəziyyətdə fərdlərə aiddir. Birinci dərəcədə odur ki, mülkünüzə sahibsiz. İkinci dərəcədə odur ki, onunla bağlı öz qaydalarınızı tətbiq edirsiniz. Üçüncü dərəcədə odur ki, dövlət yaratmaq üçün səlahiyyətləri götürə bilirsiniz. Amma dövlət formalaşdıqdan sonra Stills iddia eləyir ki, Locke düşünür ki, fərdlər ikinci dərəcəli, üçüncü dərəcəli hüquqlarını itirirlər. Yəni onlar mülkiyyət hüquqlarını saxlayırlar, amma yurisdiksiya və meta-yurisdiksiya səlahiyyətlərini itirirlər. Və gələcək nəsillər əvvəlcədən heç vaxt ikinci dərəcəli, üçüncü dərəcəli hüquqlara malik olmayıblar, olmayacaqlar. Onlar sadəcə dövlətin artıq bu səlahiyyətlərə sahib olduğunu bir sistemə doğulurlar. İndi bu çərçivə problemi daha aydın görmək üçün bizə kömək edir. Sual sadəcə torpaq kimin deyil, yəni onu idarə etməyə kimin səlahiyyəti var və niyə? İndi bu 3 səviyyəli çərçivəyə əsasən Stills ərazi hüquqlarını hər hansı uğurlu nəzəriyyəsinin ödəməli olduğu 5 prinsip təklif eləyir. Birincisi odur ki, nəzəriyyə mülkiyyət hüquqları ilə yurisdiksiya səlahiyyəti arasında fərq qoymalıdır. Dövlətlərin əraziyə özəl mülkiyyət kimi sahib olduğunu iddia etməməlidir. Əksinə, dövlətlərin ərazi üzərində legitim olaraq necə səlahiyyət icra edə biləcəyini izah etməlidir. İkincisi odur ki, nəzəriyyə dövlətin yurisdiksiya səlahiyyəti ilə insanların mülkiyyət hüquqları arasında əlaqəni izah eləməlidir. Yəni, niyə və necə dövlət mülkiyyət haqqında qaydaları tənzimləmə və tətbiq etmək gücünə malikdir, bu sual verməlidir. Üçüncüsü, nəzəriyyə beynəlxalq hüququn indi tanıdığı kimi dövlət ərazisinin xalqın kollektiv mülkiyyəti olmasının nə demək olduğunu izah eləməlidir. Yəni, dövlət niyə sadəcə özünü xalqın razılıq olmadan başqa dövlətə sata bilməz? Və ərazi hüquqlarının təbiəti haqqında bizə nə deyir? Dördüncüsü nədir? Nəzəriyyə göstərməlidir ki, dövlət bu konkret ərazi üzərində niyə səlahiyyətə malikdir və istənilən ərazi deyil. Əvvəl verdiyim misalı xatırlayın. ABŞ, yəni Qvatemalanın ərazisini iddia eləyənməz, hətta Amerika daha demokratik olsa belə iddia eləyənməz. Dövlətlə onun konkret ərazisi arasında xüsusi əlaqə olmalıdır. Beşincisi, nəzəriyyə izah eləməlidir ki, niyə dövlətlər yurisdiksiya, meta-yurisdiksiya və səlahiyyətlərini maliklər və bu səlahiyyət hansı şərtlərdə dəyişdirilə və böyütdürülə bilər. İndi Stills hesab eləyir ki, bu prinsipə əməl etməklə dövlət ərazi hüquqlarını daha ardıcıl və normativ cəhətdən əsaslı izahını inkişaf elətdirə bilərik. Və bunu etmək üçün o Immanuel Kantın fəlsəfəsinə müraciət edir. İndi ilkin məqalə seriyasının ikinci hissəsində bundan danışacaq. Bəs niyə bu vacibdir? Niyə bu fəlsəfi mübahisə ilə maraqlanmalıyıq? Ərazi hüquqlarının Locke mülkiyyətindən, Kantın prinsiplərindən və ya başqa bir şeydən gəlməsinin nə fərqi var? Məncə bir neçə səbəb var, xüsusilə bizim kontekstimiz üçün aktualdır. Məsəl üçün, Locke modelinə inanırsınızsa, onda istənilən bölgə və ya istənilən fərd ayrılıb öz dövlətini yarada bilməlidir. Yəni, Dağlıq Qarabağ, Kataloniya, Şotlandiya, Abxaziya, bu baxışa görə insanlar müstəqilliyi istəyirsə, onu almalıdırlar. Amma Stills'in tənqidini bayaqdan dinləmişsinizsə, sırf razılıq kifayət deyil, deyir. O deyir ki, parçalı yurisdiksiyaların həqiqətən işləyə bilib işləməməsi, nəticədə yaranan dövlətlərin bacarıqlı olub olmaması haqqında düşünməliyik. Yəni ki, tutalım ki, ayrıldıq, dövlət qurduq indi, Şamaxı dövləti qurduq. Biz bu dövləti yaşada biləcəyikmi? Azərbaycan dövlətinin köməyi, dəstəyi və s. olmadan. Yoxsa ondan asılı olacaqmı? Əgər ondan asılı olacaqsa, bu dövləti qurmağın nə mənası var? İkincisi, sərhəd nəzarəti və immiqrasiya. Dövlətlərin güclü ərazi hüquqları varsa, onlar kimin daxil olacağını nəzarəti geniş səlahiyyət iddia eləyə bilərlər. Yəni ki, amma bu ərazi hüquqları daha az mütləqdirsə, yəni insanların mənafələrinə xidmət eləməkdən asılıdırsa, onda bəlkə dövlətlərin qaçqınları və miqratları öz başına istisna etmək səlahiyyəti azalır. Üçüncü təbii resurslardır. Yəni ki, bu Azərbaycan kimi neft sahəsi olan ölkələr üçün vacibdir.
Yəni, dövlət yerin altındakı neftə sahibdirmi? Yoxsa xalq üçün bunu saxlayır? Həqiqətən xalqın mülkiyyətindədirsə, onda bəlkə resurs gəlirləri və hər kəsə daha bərabər şəkildə fayda verməlidir, təkcə siyasi elitə yox. Dördüncü ərazi mübahisələridir. Yəni, Ermənistan və Azərbaycan Qarabağ iddia eləyəndə kimin haqlı olduğuna necə qərar veririk? Tarixi nəzarət, yəni əvvəl Azərbaycanda olub, ermənilərin işğalı, yəni hal-hazırda bizik burada, sakinlərin istəkləri, bəs onda qaçqınlar. Yəni, sizin stilizin çərçivəsi bu suallar haqqında daha ciddi düşünmək üçün bizə alətlər verir. Yəni, bunlar mücərrəd suallar deyil. Bunlar yəni real torpaq, real insanlardan, Qarabağdan, məsəl üçün, belə real münaqişələr haqqındadır. İndi, mənə elə gəlir ki, İlkinin bu məqaləsi çox yaxşıdır. Və o göstərir ki, bu qızğın, emosional məsələlər haqqında fəlsəfi ciddilikdə yəni, düşünə bilərik. Yəni, ərazi iddiaların nəyin legitim etdiyi haqqında çətin suallar verə bilərik. Hətta bu suallar bizi narahat eləsə belə. Ona görə də yəni, yaxşı çərçivəyə ehtiyacımız var. Mülkiyyət mülklarını yurisdiksiya səlahiyyətindən fərqləndirməliyik. Dövlətlə onun konkret ərazisi haqqında xüsusi bir əlaqəni izah eləməliyik. Ərazi hüquqlarının hökumətliyi xalqa necə xidmət etdiyini hesaba almalıyıq. Yəni, bugün çox mövzunu əhatə elədi. İndi əsas məqamları xülasə eləyim. Dövlətlər 5 növ ərazi hüququnu iddia eləyirlər. İnsanlar üzərində yurisdiksiya səlahiyyəti, resurslar üzərində səlahiyyət, özəl mülkiyyətin tənzimləməsi, sərhəd nəzarəti və ərazi bütövlüyü. İndi Locke modeli bu hüquqları fərdi mülkiyyət hüquqları və razılığa əsaslandırmağa çalışır. Amma 3 problemlə üzləşir. Parçalı yurisdiksiya, İsveçrə pendiri problemi, nəsillər boyu razılıq problemi və ayrımva hüquqları haqqında ziddiyyət. Və Stilizin də buna 5 prinsip həlli var. Necə deyim? Dövlət ərazi hüquqlarının nəyin legitim etdiyi sualı yalnız akademik deyil. Yəni, müstəqillik hərəkatları, immiqrasiya, təbii resurslar, ərazi mübahisələri haqqında necə düşdüyümüzə təsir edir. Ona görə də gözləyək ikinci hissəni görək nə deyəcək. Yəni, fundamental sual qalır ki, bəs hər hansı dövləti bu torpaq bizim də biz onu idarə edirik demək hüququnu verən nədir? Yəni, həmişə nəzarət eləmişik demək bu kifayət deyil. Yəni, status quo-nu göstərir, onu əsaslandırmır. Yəni, burada yaşayan insanlar razıdır demək də kifayət eləmir. Çünki bir çoxu deyil. Yəni, gələcək nəsillər heç vaxt seçim eləmək imkanı olmayacaq. Belə, bugün Double Take proqramını üçün bu qədər. İlkinin dövlətlərin ərazi hüquqlarının əsaslandırması məqaləsi onlayn mövcuddur Bakı Araşdırmalar İnstitutunda. Tam versiyalarınızı oxumağı tövsiyə edirəm. Mən Cavid Ağa, dinlədiyiniz üçün təşəkkür edirəm. Unutmayın, alternativləri daim axtarın.